canlıma gəlib qulaq asmalılar. Bizi sosial şəbəkədən davamlı izləməlidirlər. Proqramlarımıza qoşula bilərlər. Məsələn, mənim qrupum var xanımlar üçün. Düzgün qidalanmaq üçün qrupum var. Ora qoşula bilərlər. Fərdi qoşula bilərsiniz bizə. Fərdi proqramı öyrənmək üçün. Özünüzü sağaltmaq üçün tam proqram var hər bir insan üçün. Bundan sonra siz bunları öyrənəndən sonra ona riayət eləməlisiniz. Məsələn, insanların ən çox onları bu sistemdən iyrəndirən, onları bu sistemdən qaçırdan nədir? Mən kabab yeyə bilməyəcəm. Xeyr, kökündən yanlışdır. Siz bütün kababı da yeyə bilirsiniz, bütün qidaları qəbul edin. İstəsəz pizzaya qədər yeyə bilirsiniz. Amma hər gün yox. Biz hər gün pizza yeyə bilmərik. Nəfsimiz çəkir, ayda bir dəfə pizza yeyir. Hər gün hamı gedib oturub pizza yemir ki. Nəfsimiz çəkir, ayda bir dəfə tikə kabab ye. Nəfsin çəkir, ayda bir dəfə lülə kabab ye. Qidaları da bölməlisiniz özünüz üçün. Bəli, bölməliyik. Qidaları özünüz üçün bölməsəz, heç vaxt bu alınmayacaq. Olmayacaq, yox. Çünki siz hər bir şey istəyib, bunda sizin gözünüz doymur. Hər bir şey yeyirsiniz, yeyirsiniz, çünki özünüzü tərbiyə eləyə bilmirsiniz. İnsan özünü tərbiyə eləyə bilməsə, bu xəstəlikdən heç vaxt azad ola bilməyəcək. Bu, özünü sağlam həyat tərzində yaşayıb xoşbəxt ola bilməyəcək. Başqa bir sualın, Roman bəy. Vallahi, başqa sualım odur ki, yatmaq rejimindən niyə biz çox insanlar, həmçinin də o sual mənə verir ki, haçan biz yataq, haçan duraq ki, bizə ən gözəl faydalı olsun, da bu yaxşı faydalı olsun. Niyə biz o müddətə elə bir əməl eləməliyik? Biz orada nə fayda görürük? Birinci, buna əsasən xüsusi vurğu eləmək istəyirəm ki, hər bir insan birinci düşünməlidir ki, Azərbaycan Respublikasının, dövlətimizin qoyduğu əmək məcəlləsində buna xüsusi yer ayrılır. Axşam növbəsi işləyən insanlar niyə görə əlavə pul alırlar? Və bu aldıqları əlavə pul iki hissəyə bölünür. Niyə görə axşam saat 10-dan sonra səhər saat 6-ya qədər əmək məcəlləsində xüsusi vurğulanıb. Kim işə cəlb olunarsa, onun maaşına əlavə pul cəlb olunur, əlavə olunur. Bu özü də iki yerə bölünür. Biri var, davamlı işləyən adamlar. Biri var, məsələn, onların iş növbələri ancaq gündüz növbələridir. Hansısa bir iş vaxtında nəsə bir hadisə baş verir, onlar axşam növbəsinə cəlb olunur. Bax, onlarda da maaş dəyişikliyi var. Niyə görə? Buradakı məsələ odur ki, davamlı işləyən adamların orqanizmində o qədər də fəsadlar baş vermir. Çünki insan ona öyrəşir. Amma deyək ki, ayda kimisə birdən-birə saxlayırlar axşam növbəsinə, gecə saat 2-əcən, 3-əcən işləyir, adam səhərsi günü ayıla bilmir. Nə qədər yatsa da doya bilmir. Ona biraz da artıq əlavə edirlər. Bununla başlamaq istəyərdim. Fikrimi izah eləmək istəyərdim. Bunun əsas səbəbi sağlam həyat tərzində bizim orqanlarımızın, əsasən də qaraciyərin, qalxanavar, bənzər vəzin, digər vəzlərimizdə, hələ ki bunlar elmə məlum deyil, onların araşdırmaları aparılır, hələ də onları üzə çıxarda bilmir. Hormonlar yaradırlar. Bu hormonları yaradandan sonra və onları yaratmaq üçün bizə lazım olan bəzi hormonlar bizim yatmaq saatımızdan asılıdır. Axşam saat 10-dan gecə saat 2-yə qədər bizim bədənimizdə bir neçə hormon yaranır. Ondan əlavə gecə saat 2-dən, səhərə yaxında, yəni 2-dən 4-ə qədər növbəti hormonlar yaranmağa başlayır. Bunun da əsas səbəbi nədən ibarətdir? Baxın, yenə də dinimizdə vurğulayır. Günəşlə oyan, günəş batandan sonra da yatmaq vaxtı. Siz fikir versəz, görərsiniz ki, axşam tərəfi enerjimiz düşür aşağı. Düşür aşağı. Bunu ən çox xəstə olan insanlar hiss eləyir. Mən bunu sizə ona görə açıqlama vermək istəyirəm ki, buna çox diqqət eləməlisiniz. Əlavə tərəfi, bizim bədənimizdə bütün bədəni bərpa edən proseslər axşam baş verir. Sağalma prosesləri. Hamısı 10-dan 2-yə, 2-dən 4-ə. Siz baxsaz görərsiniz ki, ən çox insanlarda xəstəlikdə ağrı olan proses həmin vaxtlarıdır. Bədən o ağrını verir, sağaltmaq istəyir bədəni.
Ona görə də yenə deyirəm, sağlam həyat tərzini öyrənmək istəyirsinizsə, qrupumuz var. Gəlin, buyurun, qrupumuza qoşulun. Bundan əlavə fərdi qoşulun. Roman bəyin qəbuluna yazılın. Mənim qəbuluma yazılın. Bunun üçün tam proqram var. Bu proqramı gözləməyin ki, biz pul verdim, hə, proqramı siz mənə verdiniz və məni öyrədəcəksiniz. Mən sizə öyrədəcəm, amma siz buna əməl eləməlisiniz. Evet. Roman qardaş demişlər, niyə yorulub Roman qardaş? Niyə yorursunuz? Ona görə yorursunuz ki, ancaq istəyirsiniz ki, sizin yerinizə biz eləyək bunları. Xeyr, biz sizin yerinizə eləyə bilmərik. Bu ancaq fərdi insanın özünün məsuliyyətidir. Kim istəyirsə sağalır, kim istəmirsə o həyatınla barışıb dünyadan köçür. Sağalmayan xəstəlik yoxdur. Sağalmayan xəstə var. Tamam. Buyur Roman qardaş. Allah qardaş sənə can sağlığı versin. Çox Çox sağ ol. təşəkkür Yəni, eləyim. bu Var milləti olasan. maarifləndirirsən. Valla ölkədə, yəni sənin kimi indi mən də bacardığım qədər də bizim Yox, kimi yenə də insanlar- deyərdim ki, Roman qardaş, valla bu təvazökarlıq kimi yaxınlaşırsınız bu prosesə. Sizin də doğrudan da böyük rolunuz oldu bu sosial şəbəkədə. Mən yenə də deyirəm, kim öyrənmək istəyir, buyursun gəlsin öyrədə. İnşallah. İstəyir bizə həkimlər qoşulsun. Mən yenə də deyirəm, mən təvazökarlıq etmirəm. Bütün həkimlər qoşula bilər. Onlar düzdür, özlərinə sığışdırmaya bilərlər. Valla bu fikrimi çəkim. Düzdür. Mən özüm həkimlərdən gedib öyrənirəm. Niyə görə öyrənirəm? Bu tibbi proseslərin hamısını həkimlər bunları 12 il oxuyublar. 6 il oxumaq plus əlavə artırma yolu ilə 12 il. Onlar seminarlara cəlb olunurlar. Onlar əməliyyat prosesləri keçirirlər. Mən də onlardan gedib öyrənirəm. Amma onlar da bizdən düzgün qidalanmanı öyrənsinlər. Bu prosesi öyrənsinlər. Biraz necə deyim, özlərini qəbul elətdirsinlər ki, bəli, bizə yox, ailəmizə, dövlətimizə lazım olan düzgün qidalanmadır. Düzgün qidalanma. Mən ölkəmizdə olan sağlam düşünən həkimlərə çox böyük təşəkkürümü bildirirəm. Onlar işini gözəl, fəaliyyətini həyata keçirirlər, onlara təşəkkürümü bildirirəm. Çünki öz işlərini layiqincə yerinə yetirirlər. Bu günləri sizin də, mənim də qəbuluma yazılan bu proqramı öyrənən insanların mən söhbət eləyən vaxtı onlar mənə vurğulayanda ki, həkim mənə deyir ki, birinci düzgün qidalanma. Mən o həkimləri alqışlayıram. Düzdür, buradan adlarını çəkmək istəmirəm. Niyə görə adlarını çəkmək istəmirəm? Bu reklam tərəfindən yox. Sadəcə onların onsuz da vaxtı yoxdur. Doğrudan vaxtı yoxdur. Bir yandan da yenə deyərəm, elə bir insanlar ola bilər ki, gedə bilər, ondan nəticə görməyə bilərlər. Mənim onların adını çəkməyim, yəni pis səslənir onlar üçün. Yenə deyirəm, Allah həmin həkimlərə can sağlığı versin. Yenə də deyirəm, sənə də təşəkkür edirəm ki, bu sağlam həyat tərzini bir nömrəli, yenə də deyirəm, mən başlamaqla digər insanlar da var, amma sizin gəlişinizdə böyük bir dəstək verdi ki, insanlar sağlam həyat tərzindən birinci sağalmayan onkoloji xəstəliyi sağalda bilirlər. Düzdür. Mən bir şey deyim. Mən bugün çox xoşbəxtəm ki, mən məsələn üçün bilirəm ki, sabah xəstələnsəm, nəsə proses olsa bədənimdə mən özümü sağaldıram. Mən ona görə xoşbəxtəm. Valla klinikalara gedirsən, bax adam adamın üstündədir. Gedib bir dənə ağciyərin üstünə gedib, mən orada yatmışam da o vaxtı. Saat 5-dən gələn insan var ki, mən xəstənin qəbulunu. Biz həkimləri də yükləmişik belə. Rəbbim şahiddir ki, məni əməliyyat edən həkim bir neçə aydan sonra getdi məni tanımadı. Gör bu adam nə qədər yüklənib. Gör bu nə qədər xəstə gəlir. Elədir. Bizim insanlara tövsiyəmiz odur ki, sağlam qidalanın, sağlam olacaqsınız. Valla, sağalmayan xəstəlik yoxdur. Mən bir neçə xəstəlikdən sağaldım. Bir neçə xəstəlikdən. İndi bu dəqiqə xoşbəxtəm, gözəl də yaşayıram. Yəni sağlam olan insanın düşüncələri də gözəl olur. İstəyir ki, insanlar da faydalansın, onlar da fayda görsün. Çox sağ ol qardaş. Mən də sizə təşəkkür edirəm. Var olasınız. Sənin kimi, yəni mənim kimi insanlar ölkəmizdə azdır. Yəni hamı görür də bunu reallıqdır. Bəli, bəli. Biz insanlara şəfa yollarını göstərir ki, gedin sağalın. Mütləq. Kim öyrənmək istəyirsə, kim özünü sağaltmaq istəyirsə, Bəli. kim özünün həkim olmaq istəyirsə, Bəli. narahat olmasın. Buyursun, biz A-dan Z-yə hər bir şeyi sizə izah eləyəcəyik, öyrədəcəyik. Narahat olmayın. Siz də gedin ailəvizdə, doğmalarınızda bu prosedurları həyata keçirin. Tətbiq edin və onları sağaldın. Bəli. Təşəkkür edirəm. Çox sağ olun, Var olun. minnətdaram. Sağ ol qardaş. Allah sənə can sağlığı versin. Təşəkkür edirəm.